Bir şəkil vasitəsilə üç söz öyrənək. Shelter, tribe və liquid. Shelter yəni sığınacaq, qorunma yeri. Shelter. Bir sözü öyrənməyin ən yaxşı yolu onu cümlədə istifadə etmək, cümlədə görməkdir. Məsələn, we need to find shelter before it starts raining. Yəni, yağış yağmağa başlamazdan əvvəl biz sığınacaq tapmalıyıq. Tapsaq yaxşı olar. İkinci söz tribe, yəni qəbilə. Məsələn, each tribe has its own traditions and language. Yəni, hər qəbilənin özünün ənənələri və dili var. Üçüncü söz liquid. Liquid, yəni maye. Məsələn, the bottle is full of a red liquid. Yəni, butulka qırmızı maye ilə doludur.